Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məcizadə və Bağı Əmlak Agentliyi olaraq bugün sizə 14 sot torpaq sahəsinin üzərində şəxsi istifadə üçün inşa edilmiş bu gözəl, möhtəşəm və əzəmətli bağ evini təqdim edirəm. Çox gözəldir. Çünki baxan kimi bilinir ki, burada illərin əziyyəti var və şəxsi istifadə üçün tikilməyi bilinir. Eləcə sadəcə qazanxanasına keçməklə siz görəcəksiniz ki, necə gözəl bir qazanxanası var və qaz, elektrik, dizellə çalışır. Həyətə daxil olan kimi bu fontan mənim çox xoşuma gəldi. Görün necə gözəllik verir bu bağa və ətrafda tam olaraq belə bir geniş bir meydançası var. Avtomobillər üçün, şadlıqlar üçün inşallah bu ev alanlar da burada xoş günlər keçirsinlər. Küçəsi çox gözəldir, küçəsini də sizə göstərirəm. Baxın, görün necə çoxlu relaks küçələr var da. Sol tərəfində mənim belə bir açıq söhbətgahdır. Əlbəttə, belə bir gözəl bağ evini yay və qış mətbəxsiz təsvir etmək çox çətindir. Sahibkara alqış düşür. Çox gözəl bir auralı yay və qış mətbəximiz var. Artıq mətbəx mebeli də quraşdırılıb. Buranın gözəlliyi hovuz görüntüsüdür, eləcə də bağça görüntüsü. Bağçamızda da belə bir gözəl, relaks bir güşəmiz var. Birbaşa olaraq zala keçidlə yanında həyət üçün nəzərdə tutulmuş hamam otağıdır. Bağ evlərində çox vacibdir. Bağ evinin yerləşmə yeri çox gözəldir. Buzovnada Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə idarəsinə yaxındır. Eləcə də eyvandan mən sizə birbaşa olaraq məşhur Cümeyra, indiki Bilgah Beach Oteli göstərirəm ki, bu bağ evinin lokasiyası ilə siz istədiyiniz yerə rahatçılıqla gedə bilərsiniz. Maşına mindiniz, amburandasınız və ya dənizdə. Bir sözlə istəmirəm, çox vaxtınızı alım, uzun video çəkim. Bağ evi haqqında sizə məlumat verəcəm ki, bağ evimiz 12 ballıq zəlzələyə davamlıdır. Çünki burada 20-22 markalı armaturlardan istifadə olunub və divarların eni 1 metrdir. Yəni bu özü çox böyük bir göstəricidir. Evimiz 5 otaqlıdır. Evə daxil olan kimi bizi belə bir gözəl bir hol qarşılayır. Dəhlizimiz sağ istiqamətdə, mətbəx də artıq mətbəx mebeli quraşdırılıb. Sol istiqamətdə bayaq ki sizə bəhs etdiyim qonaq otağıdır ki, qonaq otağı da çox gözəldir və daxilində onun bu kamin, təbii kamini ona belə bir təbii bir gözəllik verir ki, çox gözəldir. Birinci mərtəbədə bir yataq otağımız var, ümumi hamam otağıdır. Və pilləkən çox xoşuma gəldi. Sizlərlə bu təqdimat, bu çəkə-çəkə təqdimat edirəm. İkinci mərtəbədə isə 3 yataq otağıdır ki, burada bir yataq otağı, baxın, görün necə genişdir. Yataq otağının böyüklüyü digər evlərdə zala bərabərdir və daxilindəki hamam otağını da xüsusən vurğulamaq istəyirəm. Digər yataq otaqlarını da sizə göstərirəm. Baxın. Dəyərli izləyicilər, istəyirəm ki, sizə bu bağ evinin qiymətini söyləyim. Yəni, bugünkü gündə bunu tikmək qeyri-mümkündür. 1 milyon manata start olaraq təklif olunur, 14 sot və bu gördüyünüz tam ağlaylı, fasadlı bir bina çox gözəldir və bağ evi istəyənlər üçün, eləcə 4 fəsil yaşamaq üçün havasına görə seçilən Albalıqda bu bağ evi sizin üçün çox əla bir təklifdir. Mən bura QR kodu da yerləşdirirəm ki, siz birbaşa olaraq telefonunuzdan skan edin, keçin bağ evinin şəkillərinə, konumuna, yerləşmə ərazisinə baxın və bir daha sizə deyirəm ki, bizim müştərilərimizə çox xüsusi bir endirim var. Müraciət edin, əlimizdən gələn köməkli eləyək. Bağımaz sizin etibarlı seçiminiz. Görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın.